Ey əzəmətli Rəbbimiz, bizi, ata-anamızı, bütün mömin kişiləri və qadınları bağışla. Sənə qarşı gələn və müsəlman bacı qardaşlarımıza acımasızca zülm edən zalimlərin isə ancaq həlakını artır. Ey uca Rəbbimiz, bu gözəl ayda və bərəkətli vaxtda əl açıb sənin fəzlindən və kərəmindən bol-bol ruzilər, hidayət, dünya və axirət saadəti istəyirik. Dualarımızı qəbul elə Allahım, amin. Ramazanlı həftəmiz bərəkətli olsun. Allahım, bizə haqqı idrak edən qəlb, yaxşını pisdən ayıra bilən bəsirət ver. Qəlblərimizi elm və irfanla doldur. Bizə xətasız, qüsursuz işlər görməyi müvəffəq elə. Ey uca Allahım, bizə alın təri ilə ruzi qazanmağı nəsib et ki, dünyada alnımız açıq, başımız dik, axirətdə də hesabımız asan olsun. Haram qazancdan və qul haqqından bizləri qoru. Amin.